Bu günlər sizlərlə öz ölkəmizi qurub, sıfırdan öz ölkəmizi qurub gelişməyə çalışacağıq və bütün dünyanı fəth eləməyə çalışacağıq. Oyunun adı Diktators'dur. Siz də yükləyib oynaya bilərsiniz. Yəni çox yaxşı oyundur. Baxın, burada bütün ölkələr var. Həqiqi dünyanın ölkələri. İraq, Suriye, Türkiye, İran ve Türkmenistan. Belə kəşf eləyə Özbekistanı, Ermənistanı falan hər yeri tapa bilirsiniz. Baxın, buradan Ermənistan gücü çox azdır və biz indi Azərbaycanda üretilen əşyalar, yəni alüminium cəvhər, yəni buradan gəlir altın. Saniyədə bir altın kazanırıq. Yəni kazandırır bizə. Amma belə genel olaraq saniyədə 2 altın kazanırıq. O altınlar da askeri gücümüzü geliştirə bilirik. Bunu da eləyirik. Saniyədə 3 olur. Qızılımız 4 və 5 saniyədə yəni saniyədə 5 qızıl kazanırıq. Yəni ona elə ki 5 milyon deyək. Amma yəni 5 kazanırıq. 5 qızıl. Keşf ekibimiz de var. Buradan Rusya'nın deyəsən, bu Rusya'da deyəsən. Bura Rusya'dır. Bunu keşf edək. Bu serinin gəlməsini istəyirsinizsə 75 yox 75 biraz çox oldu. 20 like-da part 2 gələcək. Hələ ki ətraf ölkələri kəşf göndərirəm. Çünki ətraf ölkələrdən başlamalıyıq. Bunu kəşf edən kimi bunu da və bunu da. Çin de çok güçlüdür burada. Yani bütün 5 ulduz da hamısı. Bizim əskər gücümüzdə hələ ki biraz gücsüz qalmışıq. Səudi Ərəbistan var burada. Və burada Yemen var. Oman, Birleşik Arap Devletleri. Burada size səhv eləmirəmsə bəli, Mısır var. Türkmen, yox, Yunanistan, Bulgaristan, Romanya, Moldova və Ukrayna. Macaristan, Slovakya, Bosna Hersek Cumhuriyeti və Hırvatistan. Burası Slovenya, Avustralya, İtalya. Yani indi sən buradan gelişmeye çalışacağıq. İndi biz bir dənə ölkəmizi tapaq. Bəli, Türkiyənin yanındayıq. Azərbaycan ölkəsiyik biz. İlk öncə əbədi düşmənimizi yenməliyik. Yəni ki, Ermənistanı. Bunu eləmək üçün isə əskəri gücümüzü artırmalıyıq. Yəni buradan kraliyet ordusu var, yani askerleri buradan artırır. Bundaydı hamısın. Bəli, bu
İsa buranı. Böyle 3 mövqe var. Mesela havadan, sudan ve kraliyet ordusu. Yani ki qurudan davam ve buradan uçaklar gelir. Buradan bunları vurursunuz düşürməsəm harasa. Oradan 52, 60 ve 40 araları qızıl gelir. Oradan da heç olmasa bir ulduzun yarısı eləyək ki, başqa ölkələrə saldıranda özümüz yani özümüz basmayaq. Və burada atom bombası var. Nükleer var. Nükleer saldırı. Hədəf ölkənin əsgərinin toplam 150 puan zarar verir. Yəni ki %50'sini bitirir. Məsələn. Məsələn Türkiyəyə saldırmaq istəyirik. Yəni ona saldırmaq deməyək. Öz ölkəmizə qatırıq deyək. Çünki Türklərlə bizim əbədi dostluğumuz var, bilirsiniz ki. Məsələn Məsələn Bulqaristana saldırmaq istəyirik. Burada hərəsinə məsələn 17-32-dirsə, əsgəri 17-dirsə gücü. Donanma isə yəni sudan 32-dirsə, onu bu şeyə atdığımız zaman ordu gücü 8 olacaq. Yəni 2 qat aşağı gəldi. Ordu gücü 8, donanması isə 16 olacaq. Yəni elədir. Bəli. İndi başlaya bilərik Ermənistan olmağa. Ermənilər gəlin bura. Türklərin də gücündən yoxdur da yəni ki. Bunlara baxacaq neçədir? Orduları 5. Rusiyada bunları fəth edib deyəsən. Yox. Rusiyada bunların dostu deyib 5 ordu oradan. Biz neçədir? 30'dur ordumuz. Qəşəng. Bu Ermənistan günü göstərək görək. Azərbaycan vurmaq edəcək. Evet, bir dəqiqədə qurtardıq bunları. Ermənistanda Bakır olurmuş. Bakırda yüksəltdik. Dəqiqədə, yəni saniyədə 6 qızıl alırmışıq. Və Gürcüstan. Görək hələ nə qədərdir ordusu. 5 bura. Bir də Rusiya onların dostuymuş. Gürcüstan'da alırıq. Bəli, qazandıq bunlar. Bunlar da qazandıq. İran'ı almağa çalışacağıq. İran'ın heç bir dostu yoxdur. 70. Deməli bizdə olmalıdır 40 olmalıdır hamısı. 40 ordu gücü, 40 donanma gücü, 40 da hava kuvvetləri gücü. Çünki nükleer saldırını İran'a atsaq, bir də ora saldırsaq qəşəng olacaq. 8 daha da ölkə almalıyıq ki, oranı eləyək. Ona görə balaca ölkələri kəşf edək ki, balaca ölkələr gücsüz olur. Buraları elə belə alırıq ha, yəni oranı ölkəmizə qatmırıq. Elə belə alırıq, ondan sonra şey eləyərlər də. Qəşəng. Buranı da aldıq. Orada da kimya fabrikası varmış. Bunu da alaq. Ölkəmiz yenilibmiş. Aha, buranı alırıq.
Sonra Tunus alacağıq. Bəli, əla. Tunus'ta da böyle bir şey üretilmişler. Paltar. Ve yeni aldığımız Arnavutluk'ta da ayakkabı üretilmişler. Saniyede 10 kızıl kazanırıq. İndi isə Moldovanı alarım, amma iktidar ölkəsi Rusiyadır, bilmirəm nasıl olar görsən. Alaq, buranı da alaq. Moldovanı aldık, burada da gül üretilmişler. Denizi buraya saldırırıq. Nap aldı bura. İnşallah yenilməliyik. Burada çox güclüdürlər bunlar. Həqiqətən çox güclüdürlər. 30 ve 50, daha doğrusu 56 ve 50. Yok biz buranı almayaq. Buranın istədiyi 10. Hələ buraya. Biraz da artıraq. Aha 20 oldu. Vəssalam dedi. Buranı da alırıq. Orada da Kazak, yani Azərbaycanda jaket üretilmişler. Sadəcə 3 ölkə qalıb fethələməliyik ki, atom bombasını ata bilək. Buhutan'ı da aldıq. Çin'i ala. Zarafat eləmə. Çin'i ala bilərik biz. Ooo, Mongolistan biraz elə bir gücsüz qalıb. Hə, yekidə Mongolistan ala. Tunus'ta alıblar. Tunus təzədən. Tunus'u kim alıb? Tunus'u ala bilərsiniz siz məndən. Nə danışırsınız? Vəssalam. Tunus mənim də ağıllı. Makedoniya Cumhuriyyəti. Bəli, ata bilirik. Ata bilirik yəni. Alsa bir ölkəyə və İranı alırıq. Ancaq yox. 35 eləməli. Daha doğrusu 40 eləməliyik hamısını. Buradaki askerciliğimiz 40. Biraz daha bu yukarı gidiyoruz. Nisa ülkeleri bakalım şuraya. Burada NATO var. Yani bu değil NATO. NATO bu değil. İndireceğim diyesem burada. Yok. Kanada ne boyladı?
Amerika burada değil mi? Bakın buradaki hansısa bir bu iki askeri üstten kalkacak nükleer bomba. Ama ki yani 40 denemek çok çetin bir şeydi. İnşallah eləyərik yani. Çetin de ama imkansız değil. Eləyərik məncə eləyərik. Belə hər yeri kəşf edirəm. Oo, burada balaca bir dənə ölkə var. Bura harada? Nə balacadır? Buralarda kəşf eləyək. Buranı da kəşf eləyək. Və buranda. Və buranı. Və buranı. İsveçrə kəşf elədik. Hələ ki yaxşıdır əslində bu boyda yer. Məncə də hələ ki yaxşıdır bura. Buralarda bazı yerlərdə eləyək. Buralarda kəşf edirik. Hələ ki 2000 olur. Qazanız. Amma bizə daha da çox lazımdır. Daha doğrusu çok lazım değil. Azerbaycan yerləri hardadır? Azerbaycan. Azerbaycan. Gürcistan və bəli, İranı alsaq çox böyük. Yəni Osmanlı dövləti var. İran, Irak, Suriye ve Türkiye'nin de Bulgaristan, Yunanistan, Romanya, sonra Sırbistan, Karadağ, Hırvatistan, Macaristan, Slovakya, Avusturya, Slovenya ve İtalya'nı alsaq Osmanlı dövlətini qurarıq. Yəni zor olar, nə olur. Buranı bir tane o İran'ı alaq. Ermənistan'da aldılar yine təzədən Ermənistan. Birləşik Krallıq alıb daha doğrusu. Oranı da gəlib baxacağıq ama önümüzdəki çox önemli bir işimiz var. Bura 40.
Bura 40'dır. Aha. İndi buranı da 40 edirik. Eləyə tabii ki. Bəli, eləyəcəyik məncə. Amerika Birleşik Devletleri alıp oranı Ermenistan'ın özlerine katıplar ama onu ele koymayacağım. Alacağım ben buranı. Yo Birleşik Krallık alıp buranı. Birleşik Krallık alıp buranı. Görək hələ hardadır o Birleşik Krallık. Neyse. Oranı da alarıq bir gün. Bir gün deyəndə ki, yəni şeydən alarıq. Bu kadar. Bunu da 40 elədi. O da 25 oldu. Deməli beləymiş. 2 dəfə vuranda lap çox gəlmiş. Görürsən. İran'ı alandan sonra aslında biraz da pul yığmalıyım ki İran'ı alandan sonra oradaki asi güc, yani buradaki mesela oranı almaya çalışsalar onlara karşı askerim İran'da olsun diye orada asker almalıyım. Ha. Görək hələ 40 elədik. 34 elədik və 35 eləyək. Bunu 35 saxlayarıq. Hadi yox, bunu da 40 eləyək, ondan sonra oynayaq. Çünki birdən şey olar. Ha.